keçmək, əfv eləmək, bağışlamaq, nifrət, qəzəb, bunun vallahi bir faydası yoxdur. Allah hamd olsun. Bəzi müsəlmanlar hələ də bunu başa düşə bilmirlər. Yəni qəzəblənmək olar, mən demirəm, küsmək də var şəriətdə. 3 gün küsə bilərsən, insansan da sənin kimsə xətrivə dəyibsə, qardaş. Allah səni bir şəxsiyyət olaraq yaradıb, bir kişi olaraq səni yaradıb, sənə dəyər verib, bəli, sən küsə bilərsən. Amma bu 3 gündür. Yəni bildirirsən ki, sənin hərəkətin xoşuma gəlmədi. Da 3 gündən daha o tərəfə yox da, illərlə, aylarla yox da. Yəni eyni əqidədə, eyni mənhəzdə olan insanların küsülməsinə səbəb ən çox nədir? Dünyadır. Yəni dininə görə küsmür. Demir ki, Allah səni islah edəsin, sən məclislərə niyə gəlmirsən, qardaşım? Səninlə mən küstüm. Və ya niyə siqaret çəksən? Allahdan qorxmusan. Sən də bu qədər demək olar siqaret çəkmə. Küstüm səndən. Sən siqaret çəksən, qardaş, mən sənin danışığını izləmirəm. Hicr edirəm səni, tərk edirəm. Var bunu eləyənlər. Azdır da, dinə görə azdır. Amma əsas nədir? Dünyaya görə. Yola gedmirlər, alınmır, güzəştə gedə bilmir, keçə bilmir. Ya sözlərində xəlal var, bu deyir, bu əməl eləmir, bu birisi deyir, bu əməl. Əl-mühim, yəni qardaşlar. Ramazan bizə bax öyrədir ki, sevmək, bağışlamaq, əfv eləmək. Əfv eləyəcəksə Allah da bizi əfv edəcək. Vallahi mərhəmətli olacaqsa Allah da bizə qarşı vallahi mərhəmətli olacaq. Həmçinin yardımlaşmaq onun da yanında. Ramazanın bizə öyrətdiyi ən böyük şeylərdən biri nədir? Faydalardan, qardaşım, yardımlaşmaq. Müsəlmana daima yardım eləməlidir. Sələflər belə olublar, həyatlarını oxu. Əllərində qayda var idi, düstur var idi, qardaş. Qul, bir müsəlman, bir qul öz qardaşının yardımında dayandıqca Allah da onun yardımında dayanacaq.